Bəs misal üçün böyüyüb deyim ki, narkotik və ya da lazımsız bağımlılıqları olanda necə olur? Hamısının kök səbəbi aşağıdadır. Hamısının kök səbəbi ordadır. Belə nümunə verə bilərik də. Elit bir ailə nümunə götürək. Biri hüquqşünas olur, biri narkotik asılılığından əziyyət çəkən şəxs olur. Nə baş verdi ki, orada iki fərqli sistem yarandı. Adicə bir şey nümunə verim. Bu pişiklərdə də var, bizim heyvani instinktlərimizdir. Yəni heyvanlarda da var, bizdə də var, primatlardan gəlir. Uşağın qarşısına iki uşaqdır, qarşısına yemək qoyuruq. Birinci bunun qarşısına qoyduğumuz zaman, ikinci bura qoyduğumuz zaman artıq digərə nisbətdə aqressiya yaranır, müqayisə olunmaq istəyi yaranır. Kənardan baxdığımız zaman o ilk qabağına yemək qoyulan yıxıldığında onun kənardan güldüyünü görəcəyik. Bu tip xırda-xırda nüanslar böyüyür və partlayış verir. O əslində ailəyə qarşı bir çığırışdır. Onda Şuurlu bir şəkildə idarə olunmur. Deyə bilərsiniz ki, maraqlı sual verə bilərsiniz ki, okey, onları həll eləsək bu dəyişəcək, yox. Narkomaniyadır, qumar asıllığıdır, iqramaniyadır. Mən həmişə pasientlərin valideynlərinə deyirəm ki, onlara əsla güvənməyin. Səbəb bilirsiniz nədir? Çünki onlar özləri seansa gəlmirlər. Qollarından tutub gətirirlər seansa. Çünki onlarda düşüncə xətasının olduğunu bilmirlər, təfəkkür xətasının olduğunu bilmirlər.